Hər kəsə salam. Bugün köhnə kulinariya kitabından çox maraqlı, ballı piroq reseptini sizlərlə paylaşıram. Amma fərq odur ki, mən bu piroqu bal ilə yox, hər kəsin evində tapılan mürəbbə şirəsi ilə hazırlayacağam. Videonun sonuna qədər mənimlə qalın, çünki nəticə məni də çox təəccübləndirdi. Əgər belə köhnə və maraqlı reseptləri sevirsinizsə, elə indi videonu bəyənin ki, bu cür reseptlər daha çox olsun. İlk olaraq 6 ədəd yumurtanı 100 qram şəkər tozu ilə mikserlə çırpırıq. Dostlar, burada səbirli olun, çünki bizə lazımdır ki, kütlə tam ağarıb bir neçə dəfə artsın. Yeri gəlmişkən şərhlərdə yazın, siz köhnə kulinariya kitablarına üstünlük verirsiniz, yoxsa müasir internet reseptlərinə? İndi isə keçirik əsas sirrimizə. 150 qram istənilən mürəbbə şirəsi götürürük. Bu 200 ml stəkanla 2 barmaq aşağı edəcək. Bura 1 çay qaşığı sodanı əlavə edib, köpürdüb yumurtalı qarışıma əlavə edirik. Bu bizim piroqumuzun pambıq kimi yumşaq olmasının sirridir. Sodanın o xoşa gəlməz dadı bu üsulla tamamilə yox olur. İndi isə 3 stəkan unu hissə-hissə ələkdən keçirərək əlavə edib, yavaş-yavaş qarışdırırıq ki, o gözəl hava qabarcıqları sönməsin. Soba listini də əvvəlcədən yumşaq kərə yağı ilə yağlayıb biraz unlayırıq ki, hazır piroqumuz yapışmasın. Məndə listin ölçüsü yalnız daxili hissəsi 34-ün 30-adır. Xəmirimizi bura yerləşdirib üzərini düzləşdiririk və sonda da üzərinə qoz ləpəsi, badam, fındıq, fərqi yoxdur, zövqə görə səpirsiniz və əvvəlcədən 170 dərəcəli isidilmiş sobada 30-35 dəqiqə ərzində bişirirsiniz. Burada əsas məqamlardan biri də odur ki, xəmiri soba listinə əlavə etdikdən sonra dərhal qoymalısınız bişməyə. Ona görə də sobanızı əvvəlcədən isidin. Çünki bu sodalı xəmirdir və tez sönə bilər. Mən bu piroqu sobanın orta hissəsində alt-üst rejimində bişirmişəm. Soyuduqdan sonra kəsib servis edirəm. Görün necə asanlıqla kəsilir, pambıq kimidir. Baxmayaraq ki, biz burada baldan yox, adi mürəbbə şirəsindən istifadə etdik. Daxili quruluşu eyni ilə klassik ballı piroq kimidir. Məsaməli və yumşaq. Bu resept bir daha sübut etdi ki, bahalı ingrediyentlər olmadan da evdə möhtəşəm şirniyyatlar hazırlamaq olar. Əgər sizin də soyuducunuzda istifadə olunmamış mürəbbə şirələri varsa, onları atmayın. Bu cür dadlı desertlərə çevirin. Dostlar, əgər bu video sizin üçün maraqlı və faydalı oldusa, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Hələlik.